Bakıdan 90 azimutla 20. Bakın çəkək koordinatlarını. 50 şərq uzunluğu, 40 şimal dairəsi. Bakı. 90 azimutla 20. 90 azimut. Bu. 20 dərəcə. Hara gəldi çatdı? 50 plus 20. 70 şərq uzunluğu. Bura çatdıq. Sonra 0 azimutla daha 20. 0 azimut yuxarı. 20 dərəcə. 40-dan başlamışdı. Olacaq 60 şimal dairəsi. Gəldi çatdı bura. Həmin B məntəqəsi. 60 şimal, 70 şərq uzunluğu. Coğrafi koordinatı onun coğrafi koordinatları 60 şimal, 70 şərq uzunluğu, 60 şimal, 70 şərq uzunluğu. Bakıdan hansı istiqamətdə? Bakıda buradır. Bakıdan olacaq şimal, şərq. Şimal, şərq. Bura şimaldır. Bura şərqdir. Orada olacaq şimal, şərq. C var. Səyyah 0 azimutla 20 kilometr yol getdikdən sonra müəyyən etdi ki, deməli, səyyah 0 azimutla 0 azimut budur. 0 azimut. 0 və 360 azimut. 20 dərəcə yol gedir. Qütb ulduzu maksimum buzu altında göründüyü nöqtə ilə maksimum göründüyü nöqtə haradır? Şimal qütbü. 90 dərəcə. 90 dərəcə. Şimal qütbü. Şimal qütbü. Bununla arasında deyil, qütb ulduzu maksimum buzu altında göründüyü nöqtə ilə arasında ən qısa məsafə 4440 kilometr. Məsələn, çatıb bura. Deməli, hər hansı 20 dərəcə gedəndən sonra çatıb bura. Məsələn, deyək ki, B məntəqəsinə. 20 dərəcə gəlib şimala doğru. Daha doğrusu bu istiqamətə. Şimala doğru 20 dərəcə gəlib. 20 dərəcə. Və gəlib çatan həmin məntəqə qütb ulduzu maksimum şimal qütbü ilə arasında məsafə 4440 kilometr. Yəni, bu məsafə 4440 kilometr. Səyyahın hərəkətə başladığı coğrafi enliyi tap. Yəni, bunu. Buradan səyyah və buradan bunu tapmaq lazımdır ki, 20 dərəcə gedəndən sonra həmin çatdığı məntəqə, səyyahın çatdığı məntəqə, şimal qütbü arası 4440 kilometr məsafə. Birinci bunu tapaq ki, neçə dərəcə fərq var. Nə ilə gedib? Yenə meridianla. 1 dərəcə 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Həqiqi məsafəmiz bəllidir. 4440 kilometr. Yerinə qoyaq yazaq. 1 dərəcə 111 kilometr. Gedilən dərəcə 4440. Tənasüb qururuq. Gedilən dərəcə vurulsun 111 bərabər 4440. Gedilən dərəcə bərabər 4440 bölünsün 111. Bu da bərabər gedilən dərəcə bərabər 40 dərəcə. Deməli, biz həmin o çatdığı məntəqə ilə qütb arasında 40 dərəcə fərq var. 40 dərəcə fərq. Bu 90-dırsa, bu cənuba doğru 40 dərəcə gəlirsə, 90-dan çıxırıq 40-ı. Çünki cənuba gəlir. Olacaq 50. Deməli, həmin məntəqənin çatdığı məntəqənin enliyi 50 şimal dairəsidir. 50 şimal dairəsidir. Və 50 şimal dairəsinə nə zaman gəlib çatıb? 20 dərəcə şimala doğru gəlib çatıb. Bu da deyir axı. Deməli, 50 dərəcə yuxarı gəlibsə, 50-dən çıxırıq nəyi? 20-ni. Tapaq ki, hardan başlayıb 50 çıxılsın 20. Bu da bərabərdir 30 dərəcə şimal dairəsi. Cavab C variantı. Həqiqətən 30 şimal dairəsindən biz 20 dərəcə şimala gəlib çatırıq 50 şimal dairəsinə. Baxın, buradan gəldik 20 dərəcə 50 şimal dairəsi. Bununla da şimal qütbü arasında 4440 kilometr yol var. Cavab C.
Xəritə sxemində verilən rəqəmlərlə göstərilmiş ərazilərin xəritələrin verilmiş kartoqrafi proyeksiyalardan hansını hazırlamaq daha məqsədəuyğundur? Bu silindirdir. Silindir. Bu konus. Silindiri proyeksiyada ikisində də təhrif xətləri var. İkisində də sıfır tərifli xətlər var. İkisində də hər hansı bir xətt kürəyə toxunur. Silindiri proyeksiyada ekvatordur. Ekvator. Bu da 47-62, bəzən 67-ci paralel deyirlər, 42-67 arasında paralellər deyirlər. Yəni bu ancaq qütbə ərazilərini, qütbə yaxın daha doğrusu, qütbə yaxın. Bu isə ekvator ərazilərini tərtib edib daha məqsədəuyğundur, çünki burada təhrif daha çox, çünki sıfır tərif xəttə daha yaxın olur. Deməli, burada 2-dir, 4-dür, 6-dır. Bu ekvatora yaxındır. Yəni demək olar, ekvator xəttinin üzərində yerləşir. Ona görə biz burada silindiri proyeksiyadan çıxaq. A, 2, 4, 6, B-yə də 1, 3, 5. Qütbə yaxın ərazilər B variantı. Sonra doğru olmayan ifadəni müəyyən edin. Coğrafi qütbləri birləşdirən yarımçevrələr, coğrafi qütbləri birləşdirən yarımçevrələr meridianlardır, doğrudur. Ekvator ən uzaq məsafədə yerləşən nöqtəli coğrafi qütblər doğrudur. Yer üzərində şərqdən qərbə çəkilmiş xəyali çevrələr, paralellər doğrudur. Qrimviç meridianının kömür hər hansı məntəqənin coğrafi enliyini yox, uzunluğunu təyin etmək olar. Ekvator yer kürəsinin tənbələndir, bu da doğrudur. D variantı doğru deyil. Coğrafi koordinatı 60 şimal, 70 şərq üzərində olan məntəqədən yazaq. 60 şimal, 60 şimal, 70 şərq üzərində. Buradan 180 azimutla, 180 aşağı, 20 dərəcə. Yəni bundan 20 dərəcə aşağıya gelirsə, çıxırıq 20-ni. Olacaq 40. 40 şimal əndərəsi. 180 və yaxud 0 azimutla gedəndə dəyişən paralelin dərəcəsi olur. Meridian yox, meridian olduğu kimi var. 40. Sonra isə 270 azimutla bu istiqamətə, qərbə. 3416 kilometr. Yol gedib. Yəni neçə dərəcə gedib. İndi nə ilə gedir? Paralellə gedir. Hansı paralellə? 40-cı paralel. Bunun tənasübünü quraq. 1 dərəcə. 40-cı paralelin 1 dərəcə qoyulsun uzunluğu nə qədərdir? 85-14. Bir daha deyirəm. 270-90 azimutdan gedəndə paralellə gedirik. Biz paralelə baxırıq. 180, 360, 0 ilə gedəndə biz meridianla gedirik. Ona görə dəyişən deməli 90, 270 ilə gedəndə dəyişən meridian olur. Bu olur. Amma meridiandan gedəndə dəyişən paralel olur. Baxın necə meridiandan gedəndə paralel dəyişdi. İndi deməli gedilən dərəcə həqiqi məsafə. Həqiqi məsafəmiz də bərabər 3416. Yerinə qoyaq yazaq. 1 dərəcə 85.4 gedilən dərəcə həqiqi məsafə 3416. Tənasüb quraq. Gedilən dərəcə vurulsun 85.4 bərabər 3416. Gedilən dərəcə bərabərdir 3416 bölünsün 85.4. 3416 böl 85.4. 40 dərəcə. Gedilən dərəcə bərabərdir 40 dərəcə. Deməli, məntəqədən 40 dərəcə qərbə gedib. İndi gəlin yuxarı çatıb. Paralel üzrə gediriksə, dəyişən nə olur? Meridian olur. Qərbə doğru 40 dərəcə. 40 dərəcə. Qərbə getdiyi üçün biz 70 şərq uzunluğundan çıxırıq 40-ı, olacaq 30 şərq uzunluğu. Gəldi çatdı bura. Deməli, məntəqənin koordinatları olacaq 40 şimal əndərəsi, 30 şərq uzunluğu. 40 şimal, 30 şərq uzunluğu. Bakıdan hansı istiqamətdə olacaq? Deməli, 30 şərq uzunluğu, Bakı 50 şərq uzunluğudursa, məsələn, olacaq Bakıdan qərbdə. Çünki şərq uzunluğudur. B variantı. Niyə qərbdə oldu? Bir daha deyirəm. Bakı
Eyni paraleldədir ikisi də 40-da. 50 şərq uzunluğu Bakıdır. 30 şərq uzunluğu həmin məntəqə. Bakıdan məntəqə, məsələn, A məntəqəsi qərbdə yerləşir. Daha doğrusu Bakıdan deyir, yoxsa Bakıdan hansı istiqamətdə yerləşəcək? Hə, Bakıdan qərb istiqaməti, üzr istəyirəm. Bakıdan qərb istiqamətdə yerləşəcək. C variantı. Texniki səhvlər olur, üzrlü sayasız. Sonra silindrik proyeksiya ilə tərtib olunmuş xəritədə hansı iki məntəqə arasında məsafə tərifi daha çox? Biz dedik, silindrik proyeksiyada təriflər harda az olur? Ekvatorda az olur. Yəni biz silindrik qlobusu, yer kürəsini, qlobusu silindrin içərisində yerləşdirəndə burada ekvatorda sıfır tərifli xətt. Sıfır tərifli xətt olur. Və sıfır tərifli xəttə yaxınlaşdıqca tərif azalır. Uzaqlaşdıqca tərif artır. İndi gəlin burada baxaq. Biz tərifləri, yəni sıfır tərifli xətt paralel, ekvator paralel olduğu üçün biz hər hansı məntəqənin paralelinə baxırıq ki, o paralel hansıdır? Ekvator yaxındırsa tərif az, ekvator uzaqsa tərif çoxdur. Demək, ekvatora tərif çox olması, ekvator daha uzaq olmalıdır. AB məntəqələr 50-də yerləşir, 40-da yerləşir, 20-də, 0-da, 10-da. Hansı paraleldir? AB. AB məntəqələr arasında tərif daha çoxdur. Çünki 50 dərəcə fərq var ekvatorun arasında. Ekvatorla nə qədər dərəcə fərqi çoxdursa, tərif də o qədər çoxdur. Qutb ulduuzunun görmə bucağının artmasına əsasən biz dedik, qutb ulduuzu tapmaq üçün məntəqənin qutb ulduuzu görünür ancaq şimalda. Şimal, cənubda görünmür. Və qutb ulduuzunun görmə bucağı biz nəyə baxırıq? Paralellərə baxırıq. Neçə dərəcə paraleldirsə, maksimum 90 şimal qutbda. Neçə dərəcədirsə, deməli daha çoxdur. Məsələn, burada deyir ki, artmasına əsasən. Artmasına əsasən ən aza baxırıq. Ən az 9 şimal idarəsi, meridian, paralellərə baxırıq. Birinci 5-dir. Sonra ikinci gəlir 15. 2. Sonra gəlir 33. Tripoli. Liviyanın paytaxtı. Sonra gəlir 45. Ottava. Kanadanın paytaxtı. Və nəhayət Kopenhagen, Danimarka 1 ən çox. Bir daha deyirəm, qütb ulduuzunun görünmə bucağı onun paralelinin dərəcəsi ilə bağlıdır. Ən az Əddis Əbəbədədir, ən çox isə Kopenhagendədir. 5, 2, 3, 4, 1 yer variantı. Azərbaycan fiziki xəritəsində mil düzü, yaşıl, qarayaz düzü, sarı, Gürcüstan düzü, qəhvəyi rəng göstərilib. Buna əsasən düzənlikli haqqında səviyyə nəticə gəlmək olar. Bu keyfiyyət fonudur, keyfiyyət fonusundan istifadə olunub və biz dedik ki, fiziki xəritələrdə relyeflər göstərmə rənglərdən istifadə olunub. Bu mil düzü yaşıl, qarayaz düzü, sarı, Gürcüstan düzü, qəhvəyi rəngdə göstərilir. Bu fiziki xəritə deyirsə, deməli söhbət nədən gedir? Dağ və düzənlikdən gedir. Fiziki xəritə deyirsə, burada dağ və düzənlikdən gedir. Bu da burada dağ düzənliklə bağlı olan landşaft, fərdi torpaq tipləri, iqlim tipləri mütləq yüksəkliyi göstərir. Mütləq yüksəklik artdıqca rəng də daha tündləşir. Y variantı. Yer səthinin düzbucağı şəklində olan əkin sahəsi 112 kvadrat kilometrdir. Həqiqi sahə. Verilənləri yazırıq mütləq. 111, daha doğrusu 111 yox, 112. 112 kvadrat kilometr. Bu əkin yerinin təsvir olunduğu xəritə miqyası 400 min. 400 min. Miqyas bərabər 1 bölünsün 400 min. Bunu kilometrə çevirək. Belə 100 minə. Çünki 1 kilometr 100 min santimetrdir. Bərabər 5 dənə 0 silirik. 4 kilometr. 1 santim 4 kilometr. Xəritə üzərində yerləşdirilmiş paletkanın damalarının sayı nə qədər olar? Birinci səni tapaq, sonra keçərik paletkaya. Olarsa, biz buradan tənasümüzü quraq. 1 kvadrat santimetr sahə düsturu. Miqyasın kvadratı. Xəritədəki sahə
Həqiqi sahə. Bizim verilənləri qoyaq yenə yazaq. 1 kvadrat santimetr, miqyası bilmirik. Miqyasın kvadratı. Xəritədəki sahə. Yox, miqyas verilib, miqyas bilmirik. Miqyas verilib. 4 kilometr kvadratı. Xəritədəki sahə. Həqiqi sahəmiz də 112 kvadrat kilometr. Tənassüb quraq. Birinci dördü kvadrat yüksəkdir. 16 vurulsun xəritdə sahə bərabər 112. Xəritdə sahə bərabər 112 bölünsün. Deməli 112 bölünsün 16. 16. Xəritdə sahə bərabərdir 16 kvadrat santimetr. Xəritdən sahəni tapdıq. Deməli bizim xəritdəki sahəmiz bərabər 16 kvadrat santimetr. Birinci hissəni verilənlərini yazdıq. İndi keçək ikincisi. İkincisi nə deyir? Deyir ki, xəritə üzərində yerləşdirmiş paletka damaların sahə. Paletka hər hansı xəritədə sahələri hesablamaq üçün istifadə olan metoddur. Bir paletkanın tənassüb quraq. Yenə paletkanın tənassübü. Bir paletka 0,125 kvadrat santimetrdir. Xəritədəki sahə, daha doğrusu bir paletka. Deməli, paletka sayı xəritədəki sahə. Xəritə sahəsini məlum, gəlin tapaq. 1 paletka 0,25 x paletka, yəni sayı 16 kvadrat santimetr. Tənassüb qururuq. X paletka vurulsun 0,25 bərabər 16. X paletka bərabər 16 bölünsün 0,25. 0,25. X paletka bərabərdir. Deməli 16 kvadrat santimetr. Nəysə, doğru eləmədik. Deməli, miqyas olacaq 64 paletka. 64 paletka. Yəni, biz burada hesablamalarda ola bilsin texniki cavablı variantlar yoxdur. Ola bilsin texniki səhvləmişik. 112 deməli, xəritdə həqiqi sahə 112 böldük 16-ya. 7. 16-nı yazmışam. 7 kvadrat santimetr. Texniki səhvlər gedib yenə. Xəritdə sahə 7-dir. Xəritdə sahə 7. 7. Yəni, burada xəritdə sahənin yerinə 16-nın yerinə 7 yazsaq, texniki səhvlər gedib yenə. 7. Buradan da x paletka vurulsun 0,125 bərabər 7. X paletka bərabər 7 bölünsün 0,125. X paletka bərabər 28. Deməli, cavab A variantı. Texniki səhvlər olur, üzrlü sağ.